Bayaqki bu həddini aşma postundan danışmaq istəyirəm. Əsasən də bu qadınlara deyilir. Bax, bu qayda qoşulur ki, əsasən nə deyirlər? Həddini aşma, yerini bil. İlk öncə bu başlanır, qız uşağısan, sonra iki qızsan, anasan, sonra kimlərinsə qız övladısan və s. və s. Bu cür yetəri qədər qadınlara, qızlara həmişədən qadağalar qoyulur və inkişaflarına bəlli bir hədd çizilir. Və həmişə qadın düşünür ki, bəlli bir çərçivə daxilində qalmalıdır və əgər o öz həyatını yaşayıb qurmağa çalışırsa, bu artıq onun dikbaş olduğunu göstərir və yaxud da ki, yerini bilmədiyini göstərir və s. Burada mən deyərdim ki, əsas problemlərdən biri ondan ibarət ki, qadının emosional zəkası əsasən biraz zəif olur və bu üzərində işlənilməsi gərəkən bir şeydir. Deyərdim ki, qadınların kişilərə uduzduğu nüans sırf emosional zəka ilə bağlıdır. Çünki qadınlar geriyə düşdükləri yerlərin, mövzuların hamısı əsasən emosiyalarla bağlı olur. Yersiz ifadə olunan emosiyalar, hansı ki, həmən qadının özünə qoyduğu məqsədlərinə xidmət etmir. Və buna görə də təbii ki, kişilərin soyuq beyni və məqsəd yönlü, belə deyək, həmişə yox, amma əsasən məqsəd yönlü davranışları bunu yanlış bir şey kimi qiymətləndirməyə doğru aparır. Ona görə də qadınlarda bu zaman keçdikcə fərqli səbəblərdən və s. inkişaf edir ki, qadınlar özünü sıxmağa başlayırlar və özlərini ifadə etmək həqiqətən böyük bir savaşa gətirib çıxardır. Ya ailə içi savaşlara gətirib çıxardır, ya özü ilə olan savaşlara gətirib çıxardır, hansı ki, həm həyat keyfiyyətinə çox mənfi təsir edir və eyni zamanda sağlamlığa da çox təsir edə bilir. Və buna görə də əsas nüanslardan birini qeyd etmək istəyərdim ki, həqiqətən də həddinizi bilin, amma həddinizin nə olduğunu yalnız siz müəyyənləşdirə bilərsiniz. Təbii ki, olduğunuz ailə, olduğunuz mühitdəki dəyərlər qeyd olunmalıdır, nəzərə alınmalıdır, amma eyni zamanda nəzərə almaq lazımdır ki, tamamilə ətraf mühitin və yaxud da ki, başqalarının dəyərlərinə və çərçivələrinə uzlaşdıqda insan özünü itirir və əgər sizin yenilənmiş sərhədləriniz və dəyərləriniz sizi lazım olan məqsədə gedib çatdırırsa və bundan əminsinizsə, təbii ki, addım atmaq lazımdır. Ən əsas olan nüanslardan biri odur ki, emosional boşluq, ehtiyaclar və yaxud da ki, emosiyalardan doğuran bir davranışlar olmasın, sırf həqiqətən də adekvat, məqsəd yönlü davranış olsun. Qadınlar özlərində nə qədər adekvat davranışı inkişaf elətdirsələr, bir o qədər də həyatları istədiyi yöndə gedə bilir. Çünki emosiyalar belədir ki, bugün bunu istəyə bilərəm, sabah bunu istəyə bilərəm və çox vaxt da qadınların hədəfə çatmamaqlarının səbəbi bu olur. Amma nə qədər adekvat yanaşılsa, bir o qədər qadın istədiyinə nail ola bilər. Çünki çox şaxəli düşünə bilir, bir neçə işi bir anda görə bilir və geniş baxa bilir duruma. Yetəri qədər intuisiyası yaxşıdır, gələcəyi yaxşı görə bilər və bunu istifadə edə bilməsi üçün emosional zəka üzərində işləsə və eyni zamanda adekvat həyata baxışı üzərində işləsə, həqiqətən də əldə etməyəcəyi və yaxud da yarada bilməyəcəyi bir şey qalmır. Çünki qadında yaradıcılıq enerjisi yetəri qədər güclüdür və bunu istifadə etmək üçün özündəki bəlli bir başqa enerjilərdə inkişaf etdirmək təbii ki, mütləq olur. Yaradın, yaşayın, həyatınızın ən gözəl versiyası ilə bərabər özünüzün ən gözəl versiyanızı yaşaya bilin və bilək. Hər birimiz uğurlar. Hələlik.